Allah'ın yeganəliyini ispat edə bilərsənmi? لو كان فيهما آلهة إلا الله لفسدتا فسبحان الله رب العرش أما يصفون. Yani eğer göylerde ve yerde Allah'tan başka məbudlar olsaydı, nizam intizam pozulardı ve her şey mahvolardı. Erşin perverdigarı olan Allah, bütün nöqsanlardan pak ve münezzehdir. Maşallah. Fatimə xanım, fitrət haqqında nə deyə bilərsən? فَاَذُنْ وَجْهَكَ لِلدِّينِ حَنِيفًا فِطْرَةَ اللّٰهِ الَّتِي فَطَرَ النَّاسَ عَلَيْهَا لَا تَبْدِيلَ لِخَلْقِ اللّٰهِ ذَلِكَ الدِّينُ الْقَيِّمُ وَلَكِنَّ أَكْثَرَ النَّاسِ لَا يَعْلَمُونَ. Yani Üzvü hak ve pak dinine taraf tut. Bu bir dindir ki Allah insanları fıtratlarında yaratmıştır. Allah'ın yaratılışında hiçbir değişiklik yoktur. Mühkem din budur. Lakin insanların çoğu bunu bilmirler. maşallah. İmam Əli əleyhissalamın vilayətini, rəhbərliyini, imamlığını ispat edə bilərsənmi? İnnemâ veliyukumullahu ve rasuluhu vellezîne âmenûllezîne yuqîmûne's-selâte ve yu'tûne'z-zekâte ve hum râkiûn. Ve men yetevallallaha ve rasûlehu vellezîne âmenû fe inne hizballâhi humul gâlibûn. Yani sizin başçınız yalnız Allah, onun peyğəmbəri və namaz qılarkən rükû halında zəkat verən möminlərdir. Pəs hər kəs Allahı, onun peyğəmbərini və möminləri özünə rəhbər qərar versə, həqiqətən Allah dəstəsi qalibdir. Bu ayə kimin haqqında oldu? İmam Əli əleyhissalam. Ayədə sən möminlər kəlməsi işlətdin, amma İmam Əli əleyhissalam təkdir. Bunun heç bir zərəri yoxdur. Allah Quranda bəzi ayələrdə və surələrdə özünü cəm şəkildə gətirmişdir. Məsələn, Tin surəsinin 4-cü ayəsi. لَقَدْ خَلَقْنَا الْاِنْسَانَ فِي أَحْسَنِ تَقْوِيمٍ. Yəni, həqiqətən biz insanı ən gözəl surətdə yaratdıq. Allah bu ayədə özünü cəm şəkildə gətirmişdir. Maşallah. Fatimə xanım, bədənimizin zəkatı oruç tutmaqdır. Elmimizin zəkatı onu cəmaata öyrətməkdir, yaymaqdır. Bəs gözümüzün zəkatı nədir, deyə bilərsənmi? وَقُلْ لِلْمُؤْمِنَاتِ يَغْضُضْنَ مِنْ أَبْصَارِهِنَّ وَيَحْفَظْنَ فُرُوجَهُنَّ وَلَا يُبْدِينَ زِينَتَهُنَّ إِلَّا مَا ظَهَرَ مِنْهَا. Yani mümin hanımlara de ki gözlerine haram buyurmuş şeylerden sevilsinler ve namehreme bakmasınlar. Erbeyüzden başka zinet yerlerini namehreme göstermesinler. Maddi nemətlərdən birini saya bilərsənmi? وَأَوْحَى رَبُّكَ إِلَى النَّحْلِ أَنِ اتَّخِذِ مِنَ الْجِبَالِ بُيُوتًا وَمِنَ الشَّجَرِ وَمِمَّا يَعْرِشُونَ ثُمَّ كُلِي مِنْ كُلِّ الثَّمَرَاتِ فَاسْلُكِي سُبُلَ رَبِّكِ ذُلُلًا يَخْرُجُ مِنْ بُطُونِهَا شَرَابٌ مُخْتَلِفٌ أَلْوَانُهُ فِيهِ شِفَاءٌ لِلنَّاسِ إِنَّ فِي ذَلِكَ لَآيَةً لِقَوْمٍ يَتَفَكَّرُونَ. Yani senin perverdigarın bal arısına ilham edip buyurdu. Dağlarda, ağaclarda ve tikilən evlerde pətəklər tik. Sonra bütün çiçeklerden ye ve perverdigarına itaat et. İnsanların şifa tapması için bal arısının qarnından rəngbərəng şərbət çıxır. Həqiqətən bunda düşünənlər üçün nişanələr vardır. Maşallah.
Mümkünsə sən də bizə əta olunan ən böyük mənəvi neməti dinən. اليوم أكملت لكم دينكم وأتممت عليكم نعمتي ورضيت لكم الإسلام دينا. Yəni, Ben bugün dinimizi sizin için kamil ettim ve size olan nimetimi tamamladım ve sizin için İslam dinini seçtim. böyük günahlardan birini deyə bilərsənmi? ولا يغتب بعضكم بعضا أيحب أحدكم أن يأكل لحم أخيه ميتا فكرهتموه. Yani bir-birimizin qeybətini eləməyin. Məgər xoşunuza gələrmi ölü qardaşımızın ətini yemək? Əlbəttə ki, yox. Maşallah. Fatimə xanım, siqaret çəkənlərə sözün varmı? ولا تلقوا بأيديكم إلى التهلكة وأحسنوا إن الله يحب المحسنين. Yani özünüzü bile öz elinizden hiç vaxt tehlikeye atmayın ve yaxşı iş görün. Hakikaten Allah yaxşı iş görenleri çok istiyor. İnşallah hərə bir arzu desin. Muhammed, buradakı oturan möminələrə arzun, istəyin varmı? يا أيها الذين آمنوا أطيعوا الله وأطيعوا الرسول وأولي الأمر منكم. Yani iman getiren kəslər Allaha, onun peyğəmbərinə və özünüzdən olan əmr sahiblərinə itaat edin. Xanımdan görək, hansı nəsiyyəti, arzusu, diləyi varsa buyursun. ولا تسعر خدك للناس ولا تمشي في الأرض مرحا إن الله لا يحب كل مختال فخور واقصد في المشي واغضض من صوتك إن أنكر الأصوات لصوت الحمير. Yəni, Cemaatla təkəbbürlə rəftar eləmə, yeryüzündən loğalıqla gəzmə, həqiqətən Allah təkəbbür edənləri sevmir, rəftarında orta yolu sev, danışanda aram danış, həqiqətən pıstat ulağın səsdir. maşallah. İnşallah bir dua eləyək. Hansı duanı eləmək istəyirdiniz? Buyurun. ربنا اغفر لي ولوالدي وللمؤمنين يوم يقوم الحساب. Yani ilahi beni, anatamı ve bütün müminleri kıyamet gününde bağışla. Amin ya Rabbal Alemin. Bir dəfə bu əziz bayramı təbrik edir və xüsusən Hacı İlqara ki, bizi dəvət edibdir. Burada sizin huzurunuzda sizə bu Quran ayələrini inşallah yada saldıq, özümüz üçün də, sizin üçün də və arzu edirik ki, inşallah gələcəkdə belə Quran ayəsi ilə böyüyən övladlarımız daha da çoxalsın inşallah. Peyğəmbər və əhl-i beytə salavat inşallah.